Deməli, informatikadan belə bir sualımız var. 4096 baytlıq mətn faylı və 440 GB-lıq multimedia faylı verilib. Eyni zamanda və 3 MB-lıq qrafiki fayl verilib ki, bunlar da yaddaşın əldə tutulmaqdan soruşur. Bunun üçün əvvəlcə eyni ölçü baytlarını keçəcəyik. Yəni 1 baytla verilib, 1 GB-la, biri MB-la. Ona görə əvvəlcə 4096 baytı biz keçməliyik GB-a. GB-a keçməkdən ötürü nə edirdik? Kiçikdən böyüyə keçməkdən ötürü bölürdük. Yəni ki, 4096-nı ilk öncə qoyuruq 1, 4096-nı, yəni baytımızı bölürük 1024-ə. Bu bizə 4 GB verir. Sonra 440 GB 18 GB-la verilib, bunu çevirməyə ehtiyac yoxdur. 3 MB-ı çevirəcəyik GB-la. Burada da bilirik ki, böyükdən kiçiyə keçməkdən ötürü necə ki biz kiçikdən böyüyə keçəndə böldüksə, eyni şəkildə də böyükdən kiçiyə keçmək üçün vururuq. Yazırıq ikinci 3 MB-ı vururuq 1024-ə. Alırıq 3072 GB. Sonra da ümumi həcmi hesablamaqdan ötürü hamısını cəmləyirik və cavabımızı alırıq. Yəni ki, üçüncü olaraq yazırıq ki, 4 GB üstə gəlsin 440 GB üstə gəlsin 3072 GB. Və bunların cəmi bizə 3516-nı, yəni 3516 GB verir. Ümumi cavabımız 3516 GB.